Hello, dear children. Salam, əziz uşaqlar. Unit 7, Lesson 3. 7-ci bölüm, 3-cü dərs. Exercise 1 on page 62. Birinci tapşırıq, səhifə 62-də. Listen and repeat. Dinlə və təkrar et. Uşaqlar, dinləmə mətninə keçməmişdən öncə gəlin oxuyaq və tərcümə edək. Different homes. Different fərqli və ya müxtəlif deməkdir. Homes isə evlər deməkdir. Bir ev isə home adlanır. Yəni, fərqli evlər. Look at this house. Look at, bax. This, bu. House isə ev deməkdir. Bu evlərə baxın. It's very small. It, o deməkdir. Is, dır şəkilçisidir. It's isə qısaldılmış formada verilib. Very, çox. Small isə balaca və ya kiçik deməkdir. O çox kiçikdir. It has 3 rooms. It, o. Has, sahibdir, malikdir. 3, rooms isə otaqlar deməkdir. Yəni, onun 3 otağı var. The bedroom is also a living room in the day. The bedroom, yataq otağı deməkdir. Is-dır şəkilçisi, also, həmçinin və ya dadə şəkilçisi. A living room, qonaq otağı. In, dadə şəkilçisi. The day isə gün deməkdir. In the day, gün içində və ya gün ərzində deməkdir. Yataq otağı da gün ərzində qonaq otağıdır. This house is a mansion. This, bu. House, ev. Is-dır şəkilçisi. A mansion isə malikanə və ya villa deməkdir. Bu ev malikanədir. There are many rooms. There are, var və ya vardır. Many, çox, çoxlu. Rooms isə otaqlar deməkdir. Yəni, çoxlu otaqlar var. There are 15 bedrooms and 15 bathrooms. There are, var, vardır. 15, bedroom isə yataq otaqları deməkdir. And və bathrooms isə van otaqları deməkdir. Yəni 15 yataq otağı və 15 van otağı var. There are many apartments here. There are, var, vardır. Many, çox, çoxlu. Apartments, mənzillər. Here, bura və ya burada deməkdir. Burada çoxlu mənzillər var. The apartments have 2 bedrooms. The apartments, mənzillər, have, sahib və ya malik olmaq. 2, bedrooms isə yataq otaqları deməkdir. Mənzillərin 2 yataq otağı var. There is 1 bathroom, a kitchen and a living room. 2. There is, var, vardır deməkdir. Tək isimlərlə işlənir. 1, bathroom, vanna otağı. A kitchen, mətbəx. And və a living room, qonaq otağı. 2 isə həmçinin deməkdir. Həmçinin bir vanna otağı, bir mətbəx və bir qonaq otağı var. This is a tree house. This, bu. Is-dır şəkilçisi. A tree, ağac. House isə ev deməkdir. Bu, ağac evdir. There is 1 room with 2 chairs. There is, var, vardır. 1, room, otaq. With, ilə və ya lalə şəkilçisi. 2, chairs isə stullar deməkdir. Yəni 2 stullu bir otaq var. It's a fun place to play. It's, o və dır şəkilçisinin qısaldılmış forması. Fun, əyləncəli. Place, yer. To play isə oynamaq deməkdir. Oynamaq üçün əyləncəli yerdir. Uşaqlar, gəlin birlikdə dinləmə mətninə keçək. Different homes. Look at this house. It's very small. It has 3 rooms. It has a kitchen and a bathroom. The bedroom is also a living room in the day.
This house is a mansion. There are many rooms. There are 15 bedrooms and 15 bathrooms. There are many apartments here. The apartments have 2 bedrooms. There is 1 bathroom, a kitchen, and a living room too. This is a tree house. There is 1 room with 2 chairs. It's a fun place to play. Exercise 2 on page 63. İkinci tapşırıq səhifə 63-də. Listen again to different homes. Müxtəlif evlər və ya fərqli evlər. Dinləmə mətnini təkrar dinləyin. Uşaqlar, birinci tapşırıqdakı dinləmə mətnini təkrar dinləyə bilərsiniz. Exercise 3. Listen to the teacher and point. Tapşırıq 3. Müəllimi dinlə və göstər. Uşaqlar, buradakı cümlələri oxuyub tərcümə edəcək və onlara aid olan evləri göstərəcək. Evləri karandaşla işarələyərək və ya rəqəmlə yazaraq göstərə bilərsiniz. Birinci cümləmiz. This is a fun place to play. Bu, oynamaq üçün əyləncəli bir yerdir. Mətndən xatırladığımız kimi, bu a tree house, ağac ev haqqında yazılmışdı. Bu səbəbdən ağac evi işarələyirik. İkinci cümləmiz. There are many rooms. Çoxlu otaqlar vardır. Uşaqlar, xatırladığımız kimi çoxlu otaq sayı olan ev mansion, yəni malikanə idi. Bu səbəbdən də biz malikanəni işarələyirik. Üçüncü cümləmiz. There is one room. Bir otaq vardır. Uşaqlar, bu da həmçinin ağac evə aiddir. Sonuncu şəkli işarələyirik. There are 3 rooms. 3 otaq vardır. Uşaqlar, dinləmə mətnindən eşitdiyimiz və tərcümə etdiyimiz kimi bu ilk evə aid bir cümlədir. Ona görə də birinci fotonu işarələyək. Beşinci cümləmiz. This home is very big. Bu ev çox böyükdür. Uşaqlar, burada söhbət yenə mansion, yəni malikanədən gedir. İkinci fotonu işarələyək. Altıncı cümləmiz. There are 2 bedrooms. 2 yataq otağı var. Uşaqlar, 2 yataq otağı apartments, yəni mənzillərə aid idi. Bu səbəbdən üçüncü fotonu işarələyək. Yeddinci cümləmiz. This home is very small. Bu ev çox kiçikdir. Uşaqlar, mətndən də xatırlayırıq ki, ən kiçik ev birinci ev idi. Gəlin, birinci fotonu işarələyək. 8-ci cümlə. There are 5 rooms. 5 otaq var. Uşaqlar, mətndən də xatırladığımız kimi 5 otaq apartments, yəni mənzillərə aid idi. Buna görə də üçüncü fotonu işarələyək. İngilis dili ilə bağlı olan istənilən sualı şərh yerinə yaza bilərsiniz.